Qılman İlkin qoca tramvayçı hekayə. Payız girəndə sahabın ayaqlarındakı ağrılar daha da bərkiyərdi. Sonra da vurardı belinə, ələlxüsus axşamlar şəhər qarışanda oynaqlarında bir sızıltı başlardı ki, gəl görəsən, kişi özünə yer tapmazdı. Heç nə də kömək eləmirdi, nə ovxalamaq, nə də isti saxlamaq. Arvadı Gülgəz bəzən köhnə damadama yun şalını atardı ərinin qılçaları üstünə. Sahab bundan əsəbiləşərdi. Götür, götür, deyərdi. Heç faydası yoxdur. Bu gün də qoca bütün vaxtını blokun qapısı ağzında keçirdi. Ağrıdan ayaqlarını neçə dəfə yığdı, açdı, arada durub həyətdə gəzindi. Bir sözlə axşama da kişi yerində qərar tuta bilmədi. Həyətdə payızın nəfəsi duyulurdu. Ağaçlar yarpaqlarını tökmüşdü. Uşaqlar kövrək xəzəllərin içərisində toyuq kimi eşələnirdilər. Gün mikrorayonun qənşərindəki hündür evlərin üstündən aşanda qonşular işdən qayıtdılar. Bloklarda, mənzillərdə həyat təzədən canlandı. Sahab qonşusu Mirzəqulunun yolunu xüsusilə səbirsizliklə gözlərdi. Əvvəl ona görə ki, Mirzəqulu onunla qapı bir məhrəm qonşu idi, sonrası da ona görə ki, söhbətləri tuturdu. Şəhərdə baş vermiş bütün təzə əhvalatları da Sahab ondan öyrənərdi. Mirzəqulu yeməyini qurtaran kimi başlardılar nərdə. O atardı, bu atardı, yorulmaq bilməzdilər. Bəzən el olurdu ki, qaranlıq düşdüyündən gözləri nəzəri seçərdi, nə də xanaları. Ancaq heç biri qalxmazdı yerindən. Mirzəqulu oyuna adətən çox sakit girişərdi. Uduzmaq ayağında isə elə cığallığa başlardı ki, Sahab daha özünü saxlaya bilməyib hövsələdən çıxardı. Bu gün də Mirzəqulu yenə tərsliyinə saldı. Sahab, xahiş eləyirəm zəri qoşalamayasan. Mən qoşalamıram, zər özü gətirir. Yox, qoşalayırsan, görürəm. Mirzəqulu çox dedi, Sahab əhəmiyyət vermədi, onun bütün atmacalarını qulaq ardına vurdu. Mən sən deyən deyiləm. Düz 50 il tramvay sürmüşəm, bir dəfə də reysdən çıxmamışam. İndi sən məni hövsələdən çıxaracaqsan. Nə deyirsən, de. Zəri tutursa, qoşalayıb atırsan. Bacarırsa, sən də qoşalay. Onların səsinə Gülgəz başını pəncərədən uzatdı. Ay Sahab. Sən oyun oynayırsan ya dalaşırsan, bəsdir daha. Yığış gəl içəri, hava soyub. Sonra gecəni yata bilməyəcəksən. Gülgəzin bu sözləri Mirzəqulu üçün göydən düşmə oldu. Çünki uduzurdu, tez ayağa qalıqdı. Duraq dedi. Düz deyir, sonra soyuqlarsan. Bir dayan görək, deyə Sahab onun ətəyindən yapışdı. De görüb şəhərdə nə var, nə yox. Sağlığın nə olacaq? Yenə də şəhərdir də, günü-gündən dəyişir, tanımaq olmur. Qoca dərindən nəfəs aldı. Elə bil yarasının gözünü qopardılar. Vaxtilə o bu şəhərin dalanlarına da, döngələrinə də bələddir. İndi isə üzünə həsrət qalmışdı. Qocalıq, yamancı yerdə məni haqladın. Heç olmasa ayaqlarıma bircə günlüyə qüvvət gələydi, çıxaydım dövr aləm səyahətinə. Gəzəydim şəhəri doyunca. Gör neçə ildir elə bil, mıxlayıblar məni yeriməm. Heç tərpənə bilmirəm. O gecə sübhədək ayaqlarının ağrısından gözünə yuxu getmədi. Payız günəşinin ilk qızartısı pəncərənin aynasında oynaşdığı zaman yatağından qalıqdı. Gülgəz yatırdı, van otağına keçdi, yuyundu. Sonra arvadını oyatmamaq üçün səssiz-səmirsiz paltar dolabına yaxınlaşdı. Qabaqlar həmişə qonaqlığa getdiyi zaman geydiyi təzə qəhvəyi kostyumunu çıxardı və çox çətinliklə əyninə keçirdi. Arvadı gözlərini açdı. Ərini daranıb bəzəndiyini gördükdə təəccüb qaldı. Xeyr ola kişi dedi, hara belə yığışırsan? Sahab yüngül yay çəkməsini də əziyyətlə ayağına keçirəndən sonra aynanın qabağına gəldi. Altdan yuxarı özünü süzdü, arvadı yenə soruşdu. Sahab, sənlə nə baxı, sübhün gözü açılmamışdan hara belə? Gəzməyə gedirəm arvad. Gülgəzi gülmək tutdu. Hansı ayaqla kişi? Dedi. Gecə belinin ağrısını çimir vurmamısan. Bu gəzmək haradan başını düşdü? Yox Gülgəz, ağrısa da gedəcəm. Gör neçə ildir mikrorayona köçmüşük. Bir dəfə də olsun şəhərə inməmişəm. Deyirəm ki, ömrə etibar yoxdur. Birdən üzü də qışa gedir. Yox, qoy gedib bir gəzim. Görüm nə var, nə yox. Gülgəz ərinin xasiyyətinə yaxşı bələddi. Tərsin biri idi, bir sözü dedi, qurtardı.
Fələk qarın da versəydi, dediyindən dönməyəcəkdi. Arvad oda qaldı, nəysə mızıldandı. Sonra yataq otağını keçərək oradan sahabın adətən bərk soyuqlarda belinə bağladığı yun qurşağı gətirdi. Özünü cavan bilmə, al bağlam. Nə olsun ki, havalar hələ xoş keçir, bilmək olmaz. Özünü təzədən soyuğa versən, işimiz lap bitər. Sahab arvadının sözünü yerə salmadı. Pencəyini çıxarıb qurşağı altdan möhkəmcə belinə sarıdı. Gəzməyə haraya gedirsən, yerini bilmək olmaz. Düzünü axtarsan, heç özüm də bilmirəm. Yolum hara düşsə gedirəm. Gülgəz əlini dizinə vurdu. Kişi, vallah lap uşaq kimisən. Gedirsən, ancaq özü də bilmirsən ki, hara gedirsən. Bu yaşda da adamın başına gəzmək düşər. Tərsin biri tərs. Sahab arvadının axırıncı sözlərini eşitmədi, çünki artıq eşikdə idi. Gülgəz nigarançılıq içərisində ayağa qalxdı, sahabın hansı tərəfə gedəcəyini öyrənmək məqsədi ilə pəncərəyə yaxınlaşdı. Sahab ayaqlarını çəksə də, yoxuşu cavanlar kimi dimdik qalxırdı. Budur, o təpənin başına yetişdi və avtobus dayanacağına tərəf burulub gözdən itdi. Gün orta oldu, sahab qayıtmadı, saat 2-ni vurdu, kişidən yenə bir xəbər çıxmadı. Gülgəzin ürəyi sıxılmağa başladı. Sahabın başına bir iş gələcəyindən qorxurdu. İstədi ki, Mirzə Qulunun uşaqlarından birini onun dalınca göndərsin. Ancaq fikirləşdi ki, uşaq haraya getsin, haradan axtarıb tapsın. Gün əyilib sağ tərəfdəki ayna bənddən içəri süzüləndə sahab təpənin üstündə göründü. Gülgəz sinə dolusu nəfəs aldı, ürəyi toxtaq tapdı. Sahab içəri girəndə ərinin üstünə kəkələndi. Ay kişi, bu qədər də yubanmaq olar, məndə daha ürək-dirək qalmadı ki, yorulmadı gəzməkdən. Sahab tələsmədən soyunmağa başladı. Yorulmağına yorulmamışam Gülgəz, ancaq başıma qəribə əhvalat gəlib axı. Nədir, nə olubdur ki? Gülgəz təşvişlə soruşdu. Çəmbərə kəndi tapa bilmədim Gülgəz. Çəmbərə kənd itib, o boyda yer elə bil yerli debli yoxa çıxıb. Necə itib, kişi? Bu da təzə sözdür. O qədər ev eşik də itə bilər. İtib Gülgəz, itib. Kişi, başına hava gəlib nədir? Heç bilirsən nə danışırsan. Bu inə zatdır ki, düşüb itsin. Deyirsən, yəni əmi gəlinigilin həyat bacası da yoxdur? Yoxdur, yoxdur. Nə onların həyat bacası var, nə də Həmdullah uşaqlarının ev eşiyi. Gülgəz zəndi ilə ərinə baxdı. Bəlkə axtarıb tapa bilməmisən, bəlkə başqa yerə gedib çıxmısan. Sahab çəkməsinin bağlarına çalca, qırış içində itib batmış xırdaca gözləri ilə arvadını altdan yuxarı süzdü. Çəmbərə kəndi yəni mənə tanıtdırırsan, o yerlərdən 50 il tramvayla sən keçmisən, ya mən Çəmbərə kəndin daşına da kəsəyinə də bələdəm. O arada heç tramvay relsi də görmədim. Deyəsən çıxarıb atıblar. Yəqin ki, o da mənim kimi qocalıb bivec olub. Sahab yataq otağına keçdi, paltarını dəyişib birazdan yenə qayıtdı. Adəti üzrə pəncərənin qabağındakı kresloya çökdü. Sahab, qocaldın, yaman qocaldın, deyə köksünü ötürdü. Şəhər o şəhər deyil. Gör neçə ildir ki, o tərəfləri görməmişdim. Qoca əllərini dizlərinin üstündə gəzdirdi, sancan baldırlarını bir xeyli ovxaladı. Sonra başını kreslonun arxasına dayayaraq gözlərini yumdu. Gülgəz bir neçə dəfə mətbəxə girib çıxdı. Sahab vəziyyətini dəyişmədi, qımıldanmadı. Arvadı bundan narahat oldu, yaxınlaşıb ərinin çiynini ehmalca silkələdi. Sahab, niyə qara dinməz oturmusan? Sahab gözlərini açdı. Arvadının təşvişlə ona baxdığını gördü, gülümsədi. Gülgəz, görürəm ki, doğrudan da qocalmışam. Qocalmışam. Gülgəz təynə ilə əlini yellətdi. Ağzına söz düşüb. Tutuquşu kimi səhər deyirsən, axşam deyirsən. Kim qocalmır? Qurtla qiyamətə qalmayacaq ki, başqaları necə sən də elə. Sən elə bilirsən ki, mən qocalmaqdan qorxuram. Yox, Gülgəz, səhvin var. Mən heyfsləndirəm ki, biz qocalırıq, şəhər cavanlaşır. Heç bilirsən o necə gözəlləşib. Tanımaq olmur. Az qalmışdım azam. Vaxtında tramvayla o küçələri az 100 dəfə qalxıb inərdim. Səhərdən axşamacan Qəssab bazarı ilə, Quba meydanı ilə, Şamaxı yolu ilə qalxardım yuxarı. Sonra Çəmbərə kəndin döngəsi ilə dönərdim aşağı. O zaman mənə elə gələrdi ki, dünyanın ən xoşbəxt adamıyam, çoxları həsəd aparardı. Çünki Bakıda bir nömrəli tramvay mən sürürdüm, axşamacan zınq-hazınq.
Uşaqları bir görəydin, arı pətəkdən sallanan kimi asılardılar tramvayın dalından, pilələrindən. Ya da görürdün ki, pay piyada yürüşürdülər dalımca. Hansı tində məni görsəydilər, oxuyardılar. Ay dədən vay, nədən vay, Bakıya gəlib tramvay. Gülməli idi. Ancaq adama ləzzət verərdi. İndi isə digəl qocalmışıq ikimiz də. Daha yoxdur o zınq-zınq. Gülgəz ərinin sözünü ağzında qoydu. Yaxşı ki, yoxdur. Adamın baş qulağına aparırdı. Can deyil trolleybus. Yumşaq, rahat, zınqazıqı da yox. Sahabın sinəsindən elə bil yanğılı bir hava çıxdı. Elə demə arvad, o olmasaydı, bugün trolleybusa da minə bilməzdin. Qadam ona, elə bil tısbağa minirdin. Yol olardı, acı bağırsaq. Uzanardı, ha gedərdin, çatmazdın. İndi metroya qədəm qoyan kimi elə bil quşdan uçursan, nə olsun ki tramvayçısan? Getdi o günlər, indi tramvay dünyası deyil. Arvadının sözləri sahabın xətrinə dəydi. Ancaq dinmədi, cavab qaytarmadı. O gecəni də sahab çox narahat yatdı, hava işıqlaşan kimi çıxdı həyətə. Binaların arasından görünən zeytunlu dərə duman içində idi. Həyətdə iki cavan gəlin körpələrini kalyaskada gəzdirirdi. Yarpaqlarını tökmüş quru budaqlar sübh çağı daha məhsun idi. Birazdan bloklarda səs-küy ucaldı. Uşaqlar da dərsə gedirdilər. Sonra böyüklər də birər ikişər o blokdan, bu blokdan çıxaraq işə yollandılar. Sahab skamyada oturaraq belini divara dayadı. Evin böyrünün gürültü ilə bir yük maşını ötüb keçdi. Sonra həyətə sükut çöktü. Cavan gəlinləri də daha görmədi. Sükut və təklikdən sahabın ürəyi sıxıldı. Yaxşı ki, bu zaman Gülgəzin səsi eşidildi. Sahab, gəl, çay hazırdır. O içəri keçdi. Dünənki gəzintidən sonra ayaqları daha bərk sancırdı. Bunu arvadına gizlətməyə çalışdı. Gülgəz süfrəni sahmana salmaqla məşğuldu. Yaxın gəl, çayın soyur. O ərinin gecəni yuxusuz keçirdiyini bilirdi. İndi də rəng ruyu xoşuna gəlmədi. Gecə niyə elə narahat edin soruşdu. Sahab gülümsəyib başını buladı. Desəm ki, sübhədək cavanlığımla söhbət eləmişəm, inanmazsan. Necə yəni cavanlığımla söhbət eləmişəm, arvadı təəccübləndi. Bəli, sübhədək ağıllı başlı söhbət eləmişik. Doyunca danışmışıq. Ürəyimizdə nə vardı, hamısını açıb boşaltdıq. Elə bilirdim ki, 50 il bundan qabaqdır. Cavan saha papağını gözlərinin üstünə endirib, şəstlə tramvay sürür, zınq-zınq, ha. Dedim ona ki, hə, kefindir, bütün günü parapet, qəssab bazarı, Quba meydanı, Şamaxı yolu, qalx düş. Şəhər qalır ayağının altında, sonra da çəmbərə kəndlə enirsən üzü aşağı. Hə, cavansan, dərdin yox, sərin yox. Deyəsən sözüm ona toxundu. Qaş qabağını tökdü. Kim deyir ki, dərdim yoxdur? Sən elə bilirsən ki, şəhərin küçələri ilə gedəndə keyf çəkirəm. Yuxarı məhəllələr o gündə görəndə adamın ürəyi açılar. Yöndəmsiz, zibilli küçələr, ayak yalın, başı açıq uşaqlar, üfunətli döngələr. Bəs bu dərd deyildi mənim üçün. Sən isə indi dərd sərin yoxdur. Nə olsun ki, qocalmısan? Əvəzində oturmuşsan rahat evində. Təqaüdündə aybaya gətirirlər qapına. Nə o küçələri görürsən, nə də ürəyin bulanır. Boynumu aldım, dedim ki, düz deyirsən, çoxdandır o tərəflərdə olmuram. 10 ildən çoxdur. Cavabında mənə dedi, heç zəhmət çəkib onlara qalxmaq fikrinə də düşmə, çaşıb qalarsan. Gördüyün evlərdən indi əsər əlamət yoxdur. Tramvay reyslərini də çıxarıb atıblar. O günlərin acısını mən daddım. Ləzzətini, səfasını sən çəkirsən. Sahab arvadına müraciətlə. Gör bir mənə nə deyir? Düz deyir də, Gülgəz dilləndi. Haradan eşidibmiş ki, dünən şəhərə çıxmışam, mənə xeyli tənə vurdu, deyirsən ki, çəmbərəkən itib, qəribə söz danışırsan. O itməyi bu çurublar, yerində boya-boy evlər ucalıb, bağ-bağa salınıb. Tramvay xəttini də söküblər, əvəzində yumuşaq, rahat maşınlar işləyir. Sən hələ bir danışmağa haqqın da var. Mən metro nə olduğunu bilmirdim, sən indi onu görürsən. Sahab yenə gülümsədi. Ancaq öz aramızdır ha Gülgəz. Gördüm ki, kişinin oğlu düz deyir. O vaxt hara, indi hara. Sahab sallaşmış bığlarını tumarladı. Ancaq Gülgəz nə deyirsən de, imkanım olsaydı bir saatlığa o günlərimə qayıdardım. Gülgəz,
Kişinin bir arzusuna bax, ha, deyə güldü. O günlərimə qayıdardım, ha, daha işin gücü yoxdur. Bu əhvalatdan bir həftə keçmişdi. Bir səhər yenə Sahab yuxudan oyanan kimi yatağından qalxıb təzə kostyumunu geydi. Bu dəfə özü ilə əsa da götürdü. Evdən çıxanda bazardan qayıdan arvadı ilə rastlaşdı. Gülgəz əvvəlcə gözlərinə inanmadı. "O kişi sənsən?" deyə heyrətlə soruşdu. "Mən olmamış kim olacaq?" O ötüb keçmək istədi, arvadı qolundan yapışdı. "Kişi, bir dayan görüm." Ərini başdan ayağa süzdü. "Yenə hara belə, xeyir ola?" Xeyirdir arvad, xeyirdir. Gedirəm bir tramvaya minim. Görüm indi necədir? Deyirlər ki, o yuxarı mikrorayonda hələ də işləyir." Gülgəz sinə dolusu yanıqlı ah çəkdi. "Aha kişi, valla səndən qəribə işlər çıxır." Sahab söhbətin uzanmaması üçün əsasını yerə döyəçləyərək yola düzəldi. Dərədəki zeytun zəncərliklərini ötüb yola çıxdı. Taksi oturub dedi: "Məni tramvay reysinə çıxart, dayanacaqda saxla." Sahab dayanacaqda maşından düşüb gözlərini uzanan reyslərə zillədi. Qoşa reyslər onun xəyalını çəkib apardı. Dərədən aşdılar, sonra gözə görünmədən evlərin, bağların arası ilə burla-burla şossi yoluna çıxdılar. Sonra da birdən qulağına çoxdan yadırğadığı doğma bir səs gəldi. Zınq, zınq. Bu səs ona üzünə həsrət qaldığı doğma balasının qəfil nidası kimi əziz və mehriban göründü. Elə bil illərin, ömrün üstündən aldayıb qulağına yetişdi. Birazdan ağaçların dalından tramvay özü də göründü. Əvvəlki zəng səsləri, çarxların xırçıltısı, tramvay düz onun qabağında dayandı. Sahab dəstəkdən yapışıb çox çətinliklə yuxarı qalxdı. İçəridə cəmi 5-6 sərnişin vardı. Ancaq keçib oturmadı, elə oradaca tam burada sürücünün yanında durdu. Nurdan düşən gözləri alacalandı və nəzərləri həsrətlə sürücünün əllərinə zillənib qaldı. Nə qədər belə qaldığını özü də bilmədi. Bayaqdan bəri zümzümə edən qara bığlı gənc sürücü qocanın tam burada durduğunu görüb, "Əmican," dedi. "Boş yer çoxdur, keçin oturun." "Yerim yaxşıdır bala, burada durmuşam ki, görüm tramvayın necə gedir." Sürücü oğlan təəccüblə qandırılıb ona baxdı və gülümsədi. "Tramvaydır da gedir." Sahab oğlanın səsindəki istehzanı duyub köksünü ötürdü. "Gülmə oğul," dedi. "Bu tramvayı Bakıda birinci mən sürmüşəm." Qocanın sözlərindən mütəəssir olan sürücünün sifəti mehriban bir ifadə aldı. Gözlərini bozaraq havada gümüş tellər kimi işıldaşan reyslərdən çəkməyən Sahab haçandan haçana dilləndi. "Bəs oğul, sən niyə burada işləyirsən?" soruşdu. "Bəs harada işləyim əmican? Sən də gedib başqaları kimi trolleybusda, metroda işləsənə." Sürücü başını bulayaraq gülümsədi. Başqa vaxt olsaydı o belə sualdan inciyə də bilərdi. "Bəs burada kim işləsin? Tramvayda bir adam sürməlidir ya yox?" Sahab başı ilə onun sözlərini təsdiq etdi. "Onu da düz deyirsən bala," dedi. Tramvay çox sürətlə irəli şütüyürdü. Sürücü qandırılıb qocaya bir də baxanda onun gözlərini yaşlı gördü. Ancaq başa düşmədi ki, bu nə göz yaşlardır.